girdim ve size indicə videonu açtım. Bir dakika sonra fikirlerimi toplayayım deyirəm ne olacağını. Ay gördünüz ya. Dostlar, bilirsiniz ki, mən tədrisində, yəni şagirdəm. Ay, bir dəqiqə. Hə, mən şagirdəm və 5-ci sinifdə oxuyuram və artıq mənim indeksimdə D sinifidir. Artıq biz 5D sinifini bitirdik və 6D'yə girdik. Təbii ki də bu tədris ilində sevinç də oldu, kədər də oldu, sevinç oldu, kədər oldu. Neysə, sevincimiz də oldu, kədərimiz də oldu, heyecanımız da oldu, stresli günlərimiz də oldu. Bütün uşaqlar məni, bəlkə də bir çox şagird, mənim sinif yoldaşlarım buradan məni izləyirlər və biz onlarla çox gözəl günlər keçirdik. İndi isə biz yay tətilinə çıxırıq. Artıq 5-ci sinifimiz bitti. Bu ne bileyim, biz may ayında ders çalışarken deyirdik, ay Allah necə geç geçir bugün. İndi artıq məktəbi bitirdik, məktəb bitirmədik, yəni 5-ci sinifi bitirdik və deyirik, bu necə oldu? Yəni bütün əməyim bu fəxr fərmanın üzərində durur. Gördüyünüz kimi bizə fəxr fərman veriblər və üzərində dərs əlaçısı olduğuna görə yazılıb. Yəni mən əlaçı oldum. Sizə nə qədər video ürətirəm bildiyiniz kimi. Bunların hamısında da demək olar ki, bir çox əmək verilib, yerləşdirmə, alınma hamısında. Və mən həm sizə video çəkməyə, həm də ki dərsimi gücləndirməyə çalışırdım və bunu başardım. Əslində bir zaman mənə elə gəldi ki, YouTube çəkdiyimə görə dərsim zəifləyəcək, amma sizə qismən çəkib, qismən də dərs yazırdım. Hələ dərs vloglarını da görmüsünüz. Yəni ki, mən ancaq YouTube çəkmirəm. Yəni dərsimə də çalışıram, sadəcə bunu sizə çox bir şəkildə göstərmirəm. Əyləncəmi ən çox sizə göstərirəm, kədərimizi də göstərirəm. Çox şeyi sizə sevinclə, motivasiya sizə vermək amacımdır və hələ də YouTube-a davam eləyəcəm. Təbii ki də bu sırada dərsimə davam eləyəcəm. Bəlkə də burada hamınız bitirmişsinizdir məktəbimizi. 5-ci sinifə burada məndən bitirən sinif yoldaşlarım var. Onları da ürəkdən təbrik eləyirəm. Hamınız hansı sinifdən hansı sinifə keçdiyiniz önəmli deyil. Önəmli olan sizin oxumağınız, biliyinizdir. Öpürəm sizi, özünüzə çox yaxşı baxın. Bay bay, yay tətiliniz gözəl keçsin. Bundan sonra sizə daha çox videolar gələcək, bəlkə uzun videolar, bəzən shortslar. Onlara da baxmağı unutmayın. Çünki dərs bitdi. Sağ olun.